Salam değerli YouTube izleyicilerimiz. Bir məhəllənin içində qapıya qədər asfaltı yolu olan yanbayan həyət evlərimiz satışa çıxıb. Evin məlumatlarını da sizə qeyd edəcəm. Hər biri ipotekaya yarayır. 4 otağımız da var, 3 otağımız da var. Evimizin yerləşmə yeri Məhəmmədli qəsəbəsidir. Məhəmmədlidə hər tərəfi yaşayış olan yerdə. Əvvəlcə gəlin 3 otağı sizə təqdim edeyim. Evin hər tərəfindən də kamera sistemi ilə quraşdırılıb. Həm məhləsindən, həm də evin həyət yanı sahəsindən kamera sistemi quraşdırılıb. 2 sotun içindədir. Yerdən 10 daş kürsüdə tikilib. Bu 3 otaqlı da 100 kvadratdır. Bu məhəllədə bizim 4 otağımız da var. 4 otaq da var, 3 otaq da var. Hər biri fərqli qiymətlə satışa çıxıb. Paket kupçalı ipotekaya yararlı həyət ev axtarırsınızsa bu fürsəti qaçırmayın. 2 sotun içindədir, 10 daş kürsüdədir. Ön hissəsi balkon kimi saxlanılıb. Evin mətbəxindən birbaşa balkonuna çıxış etmək olur. Heç bir zabora bir şey yoxdur. Həyətimiz tam daşdır. Əlavə boş torpaq sahəsi də saxlanılıb. Padvalına 2 yerdən giriş var. Çardağa da girişi var. Evimiz dəhliz sistemli evdir. Dəhlizdən də otaqlarına bölünür. Hamamın aksesuarına qədər də hamısı quraşdırılıb. Evimizin yerləşmə yerini bir daha qeyd edirəm. Məhəmmədli qəsəbəsidir. 2 sotun içində 3 otaq. Qiyməti 80.000 manatdan satışa çıxıb. Real alıcılarımıza endirim olunacaq. Qaz, su, işıq, kommunallar var hamısı. Evin altı betondur, üstü kəmərdir. 4 bir tərəfi qoşadaşından tikilib. Kombi xətti də çəkilib. Yenicə təmirdən çıxıb evdə yaşayış olmayıb. Bura hamam sanitar qovşaq. Bütün aksesuarlar var. Və burada ən sonuncu yataq otağı. Nə suallarınız olsa zəng edərək məlumat alın. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.